Bu dəfəki lotereya hər birimizin ailəsinin sevimli məhsulu olan etinin keçirdiyi lotereyadır. Eti onu sevərək məhsullarını istifadə edən müştərilərinə çox möhtəşəm hədiyyələr vəd edilir ki, bunların arasında elə ən möhtəşəm hədiyyə avtomobildir. Eti məhsullarından istifadə edirsinizmi? Ən sevdiyiniz eti məhsulu hansıdır? Ən sevdiyim tutqudur və çox istifadə edirik. Bəli, dəhşətli dərəcədə. Təşəkkür edirəm Ləman xanım. Bu biletin sahibi cəmi bir şansı olub, yəni bir dəfə 7 azenlik et məhsulu alıb və dəyərli bir hədiyyə qazandı. Təbriklər. Təşəkkür edirik. Baxın nə gözəl. Cəmi bir dəfə. Əziz dostlar, hörmətli Araz Marketin müştəriləri, Araz Marketdə növbəti dəfə lotereya start verilib. Qeyd etməliyəm ki, bu lotereya artıq 10 sentyabr tarixində start götürmüşdü və oktyabr ayının 10-na qədər davam elədi. Bugün isə bu lotereyanın artıq mükafatlandırma mərasimidir. Bu dəfəki lotereya hər birimizin ailəsinin sevimli məhsulu olan etinin keçirdiyi lotereyadır. Lotereyanın adı eti ilə 7 azeynə avtomobil qazanma şansı. Bəli, adından da görüldüyü kimi bugün eti öz belə deyim, müştərilərinə, onu sevərək məhsullarını istifadə edən müştərilərinə çox möhtəşəm hədiyyələr vəd edilir ki, bunların arasında elə ən möhtəşəm hədiyyə avtomobildir. Və bir qədər istərdim sizə ümumən məlumat verim ki, lotereyamız necə keçəcək? Sentyabrın 10-unda başladı və oktyabr ayının 10-una qədər davam etdi və təbii ki, bir çox şanslılar var bu lotereyada. Ümumilikdə qeyd etməliyəm ki, hal-hazırda müsiflər heyətinin qarşısında görürsünüz, 10 mindən çox bilet var. Ancaq burada bir nəfərin müxtəlif şansları var. Odur ki, bu ana qədər, həmin 10 sentyabrdan 10 oktyabr tarixinə qədər kimlər ki, müxtəlif vaxtlarda 7 manatlıq eti məhsulunu aldısa, artıq onların bir şansı var idi və bu şansda Araz Marketin fiziki kartlarına əks olunmuşdu ki, bugün burada elə insanlar var ki, onların şans sayı onlarladır. Təbii ki, bugün qonaqlarımız var, hər lotodromumuzda olduğu kimi. Hörmətli müsiflər heyətimiz, istərdim mən bir-bir onlar özlərini təqdim etsinlər. Onlar bugün məhz bu lotereyanın şəffaf keçirilməsinə nəzarət edəcəklər. Buyurun, zəhmət olmasa. Salam, Məsnəzadə İlkin, hər kəsə uğurlar. Salam, Asif Mehman, jurnalist, hər kəsə uğurlar arzulayıram. Salam, Mahmudova Zabilə, hər kəsə uğurlar arzulayıram. Süleymanzadə Süleyman, bol şanslar. Sultan Gözəlov, uğurlar. Minnətdarıq Sultan bəy. Hörmətli müsiflərimiz, sizin qarşınızda bugün 10 mindən çox şanslı bilet var. İstərdim elə təbii ki, hər birinə baxmağınız mümkün olmasa da, bundan öncə təbii ki, bu biletləri yoxlanılıb dəfələrlə. Amma siz də bir dəfə, son dəfə olaraq elə kameraların qarşısında istərdim o biletləri nəzərdən keçirəsiniz. Müəyyən sayılara baxasınız, şans sayılarına baxasınız. Mən isə bu müddət ərzində uduş fonduna nəzər salmaq istəyirəm. Çünki qeyd etdik, adından bəlli idi, eti ilə 7 azeynə avtomobil qazanma şansı, amma tək avtomobil deyil, başqa hədiyyələr də var. Ümumilikdə 5 hədiyyəmiz olacaq bugün və mən istərdim onları bir-bir təqdim edəyəm. Bir ədəd iPad oynanılır bugünkü lotereyamızda. Əlavə olaraq bir ədəd PlayStation 5 qazanma şansı var şanslı biletlərin. Həmçinin bir ədəd Xiaomi X20 Pro Robot Tosoran oynanılır lotereyamızda. Bundan savayı yenə bir ədəd Xiaomi'nin elektrik skuteri var və təbii ki, son olaraq o möhtəşəm hədiyyə. Changan Nevo 205 2025-ci il model hibrid avtomobil bugün bir şanslı qalibin olacaq. Bəli, hər şey qaydasındadır, hörmətli müsiflər. Onda istərdim hörmətli Ləman xanım, siz kömək eləyəsiniz mənə lotodroma yerləşdirək biletləri. I'm gonna pop some tags
only got $20 in my pocket. I'm hunting, looking for a come up. This is fucking awesome. Now, walk into the club like, what up? I got a big cock. I'm just pumped. I bought some shit from a thrift shop. What she know about rocking the wolf on your noggin? What she knowin' about wearing a fur fox skin? I'm digging, I'm searching right through that luggage. One man's trash, that's another man's come up. Thank your granddad for donating that plaid button up shirt. Cause right now I'm up in her skirt. I'm at the Goodwill, you can find me in the I'm not stuck on searching in the section. Your grandma, your auntie, your mama, your mammy. I'll take those flannel zebra jammies secondhand and rock that motherfucker. The built-in onesie with the socks on that motherfucker. I hit the party and they stop in that motherfucker. They be like, oh, that Gucci, that's hella tight. I'm like, yo, that's $50 for a t-shirt. Limited edition, let's do some simple edition. $50 for a t-shirt, that's just some ignorant bitch shit. I call that getting swindled and pimped. I call that getting tricked by business. That's right. And the bass keeps running and running and running and running and running and in this context, there's no disrespect. So when I bust my rhyme, you break your necks. We get out, turn it till it's heard out. Act up from northwest, east side. Everybody, let's get into it. Get stoked, get it started, get it started, get it started. Let's get it started. Let's get it started in here. Let's get it started. Let's get it started in here. Let's get it started. Let's get it started in here. Let's get it started. Let's get it started in here. Yeah. Lose control, our body and soul. Don't move too fast, people just take it slow. Don't get ahead, just jump into it. Y'all hear about it? The P's will do it. Get started, get stupid. Don't worry about it, people will walk you through it step by step like an infant new kid. Inch by inch with a new solution. Transmit hits with no delusion. The feeling's irresistible and that's how we move it. Yo, everybody, let's get into it. Get stupid, get it started, get it started, get it started. Let's get it started. Let's get it started in here. Let's get it started. Let's get it started in here. Let's get it started. Let's get it started in here. Let's get it started. Let's get it started in here. Si el ritmo te lleva a mover la cabeza, ya empezamos como es. Mi música no discrimina a nadie, así que vamos a romper. Toda mi gente se mueve. Mira el ritmo como los tiene. Hago música que entretiene. El mundo nos quiere, me quiere a mí. Toda mi gente se mueve. Mira el ritmo como los tiene. Hörmətli dostlar, Ləman xanım biletləri Latodroma atdığı müddətcə istərdim bir qədər sizə məlumat verəm. Bəli, təkrardan qeyd etmək istəyirəm ki, bugün bu lotereyamız 10 sentyabr tarixində start götürmüşdü və 10 oktyabra qədər davam etdi və o müddət ərzində kimlər ki eti məhsullarını əldə etdilər və təbii ki həmin şansı qazandılar. Hansı ki biz eti ilə 7 AZN avtomobil qazanmaq şansından bəhs edirik. Bugün həmin qaliblər, həmin şanslı insanlar burada qalib olma şansı əldə edəcəklər və 5 möhtəşəm hədiyyə var ki, onlardan biri də avtomobildir ki, bizim şanslı biletlərin sahibləri bugün yarışacaqlar. Və qeyd etmək istəyirəm ki, bəzi təbii ki qaydalar var, o qaydalarla da sizi tanış etmək istəyirəm. Çünki bugün həmin bu 5 hədiyyəmiz məhz burada təqdim olunmayacaq. Qeyd etməliyəm ki, 90 iş günü ərzində qaliblərlə Veysaloğlu Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əlaqə saxlanılacaq və hədiyyələr Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Veysaloğlu ofisində öz qaliblərinə təqdim olunacaq. Və təkrardan vurğulamaq istəyirəm ki, unutmayın, uduş oynaldıqdan sonra qaliblərlə 90 iş günü ərzində əlaqə saxlanıb onlara hədiyyələr təqdim olunacaq. Bir daha hədiyyə fonduna istərdim ki, nəzər salaq. Ləman xanım, çox təşəkkür edirəm sizə. Ləman xanım, getmədən istərdim soruşam, eti məhsullarından istifadə edirsinizmi? Ən sevdiyiniz eti məhsulu hansıdır? Ən sevdiyim tutqudur və çox istifadə edirik. Bəli, dəhşətli dərəcədə. Təşəkkür edirəm Ləman xanım. Bəli, tutqu və daha bir çox məhsullar var ki, mən qarışdıraram.
hər bir ailənin, hər bir körpənin, hər bir burada balaca uşaqlar var ki, onların sevimlisidir. Bütün valideynlər bu məhsuldan istifadə edir. Hətta nəinki balacalar, böyüklər də. Elə yəqin ki, burada məhz müsiflər heyətinin də özünün sevərək istifadə etdiyi məhsullar var. Və elə istərdim bugün hazırda əsas məsələmizdən biri şəffaflığı təmin etməkdir. Odur ki, İlkin bəy, zəhmət olmasa müsiflərimizdən siz mənə yaxınlaşın. Latadromu ilk başda yaxşıca qarışdırın. Buradan zəhmət olmazsa. Bəli. Deixa a timidez de lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe, o Guga vai analisar. Deixa a timidez de lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe que o Livinho vai te olhar. Pode sentar. Pode sentar. Pode sentar. E se tiver muito excitada, pode dançar pelada. Se tiver muito excitada, İlkin bəy getməyin. Çünki burada nə az, nə çox 10.486 bilet var. Və həmçinin qeyd etməliyəm ki, bu biletlər hər biri fərqli bir insana məxsus deyil. Eyni zamanda burada elə müştəri var ki, onun adına onlarla bilet var. Çünki məhz bu lotereyadan xəbərdar olan və şansını artırmaq istəyən etinin müştəriləri çox olduğu üçün bugünə qədər kifayət qədər bu bir ay ərzində bu şansdan faydalanmaq istəyən insanlar var. Son dəfə əlinizlə də bir dəfə Latadromun içinə salın, qarışdırın. Deixa a timidez de lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe, o Guga vai analisar. Deixa a timidez de lado, puxa amigo e İlkin vem bəy, dançar. ilk şanslı qalibi siz seçmək istəyirsiniz. Olar. Odur ki, tələsməyək. Mən istəyirəm ki, ilk olaraq biz sondan əvvələ doğru gedəcəyik və hansı hədiyyələr var bir daha nəzərinizə çatdırın və ondan sonra ilk hədiyyəmizlə başlayaq. Uduş fonduna nəzər salıram. Bir ədəd iPad oynanılır, bir ədəd PlayStation 5 oynanılır, daha bir ədəd Xiaomi X20 Pro robot tostoran oynanılır. Həmçinin Xiaomi'dən yenə bir ədəd elektrik skuter oynanılır. Bundan savayı və son olaraq son hədiyyəmiz, möhtəşəm hədiyyəmiz Chang'an Nevo Q05 2025-ci il hibrid model bugün bir şanslı qalibin olacaq və biz hal-hazırda Araz Marketin sosial şəbəkə hesablarında da canlı yayımdayıq. Elə İlkin bəy, istərdim ilk hədiyyənin iPad 11-in qalibini siz seçəsiniz. Həyəcan varmı? Var. İlk olaraq Arazın sosial şəbəkə canlı yayımına göstərək biletin nömrəsini. Kameramıza göstərək zəhmət olması İlkin bəy. Çox təşəkkür edirəm sizə. Bəli, bu şanslı qalibi elə İlkin bəy seçdi. Odur ki, mən müştərinin kart nömrəsini səsləndirmək istəyirəm. Hörmətli bizi izləyənlər, bir daha göstərirəm kart nömrəsini, həmçinin sizə. Bəli, qeyd etməliyəm ki, kart nömrəsi müəyyən təhlükəsizlik tədbirlərinə görə rəqəmlərin orta hissəsi kodlanıbdır və ilk 4 rəqəm və sondan 4 rəqəm tam olaraq unikal olaraq qəbul olunub ki, burada da 20, 15 ilk 4 rəqəm və 49, 90 son 4 rəqəmdir. Bunu da hörmətli müsiflər sizə təqdim edirəm. Məncə vaxtı növbəti qalibi seçək. Diva is a female version of a hustler.
Latadromumuzu yaxşıca qarışdırdıq və biz artıq ikinci hədiyyəni seçəcəyik. Odur ki, seçmədən öncə elan etmək istəyirəm. İkinci şanslı biletin sahibi bugün Etidən PlayStation 5 qazanacaq. Və odur ki, çox gözlətmədən izləyicilərimizi istəyirəm həmin o şanslı bileti seçək. Növbəti şanslı bilet 20 00 ilk 4 rəqəmi və son 4 rəqəmi isə 55 84. Buyurun, hörmətli müsiflər. Bəli, şanslı biletin sahibi PlayStation 5 qazandı bugün Etidən. Və onun sevərək istifadə etdiyi Eti məhsulları ona hədiyyə, dəyərli bir hədiyyə qazandırdı və biz qarışdırmağa davam edirik. Hörmətli dostlar, istərdim 3-cü hədiyyəni daha bir müsifimiz seçsin. Asif bəy, mümkünsə. Siz necə istifadə edirsiniz Metinin məhsullarına? Bəli, istifadə edirəm. Çox tez-tez yox, amma istifadə edirəm. Təşəkkür edirəm. Asif bəy. Zəhmət olmasa kamerayı göstərək. Təşəkkür edirəm Asif bəy. Buyur bəyləşə bilərsiniz. Üçüncü şanslı qalibimizin müştəri kart nömrəsini səsləndirirəm. İlk 4 rəqəmi 2000, son 4 rəqəmi isə 9994. Hörmətli müstəriyyəti yoxlamanız üçün sizə təhvil verirəm. Və üçüncü bilet, şanslı bilet öz sahibinə Xiaomi X20 Pro robot tostoran qazandırdı. Bu, ümid edirəm ki, bir xanım qalibimiz olar. Çünki xanımların çox sevdiyi bir əşyadır, dəyərli bir əşyadır. Buyurun Asif bəy, nəsə sözünüz var? Əlavə eləmək istəyirəm ki, bu biletin sahibi cəmi bir şans olub. Yəni, bir dəfə 7 az yenilik et məhsulu alıb və dəyərli bir hədiyyə qazandı. Təbriklər. Təşəkkür edirik. Baxın, nə gözəl. Cəmi bir dəfə eti məhsulu almaqla bu cür gözəl robot tostorana sahib oldu. Hörmətli eti müştərisi və biz davam edirik növbəti biletimizə seçmək üçün. So clap, 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 so clap.
clap, so clap, so clap, so clap, so clap. Yeah, whoa. Miss me want see everybody on move. Dance, you know. That man come for you. Hədiyələr bir-birindən dəyərlidir, amma limitlidir. Təbii ki, 5 hədiyyəmiz var, amma şanslar çoxdur. Gözləyən, qalib olmaq istəyənlər çoxdur. Odur ki, yaxşıca qarışdırmalıyıq və bizi Arazın sosial şəbəkə hesablarında izləyənlər var. Bu bəlkə də artıq elə buradan onlar özlərinin hədiyyə qazandıqları haqqında məlumatlı olacaqlar. Ancaq istəyirəm 4-cü hədiyyənin də müsiflərimizdən biri. Buyurun, zəhmət olmasa, amma daha öncəsində istəyirəm barabana Sultan bəy, bileti seçmədən öncə istərdim bir eti əməkdaşı olaraq sizin ən çox sevdiyiniz eti məhsulu hansıdır onu deyəsiniz? Mənim ən çox sevdiyim deyir. Bəli, yeni məhsulumuz deyir. Çox təşəkkür edirik. Sultan bəy, seçmədən öncə yaxşıca qarışdırın, çünki tam-tamına barabanı ilk qarışdırdığımız anda burada 10.486 bilet vardı. Kifayət qədər bu latodroma, bu yarışa tələbat var. İnsanlar zaten onsuz da eti məhsullarını sevərək istifadə edirlər. Ancaq bu yarışı gördükdə artıq qatılmaq istəyən çox olub. Elə odur ki, biz də ən ədalətli şəkildə seçim etməyə çalışaq və son dəfə yaxşıca siz əlinizlə qarışdırın və şanslı bileti seçin. Mən də o vaxta qədər 4-cü biletin qalibi hansı hədiyyəni qazanır onu elan edim ki, son 2 qalibimiz qalıb. Birinci qalib Çangan 05 qazanacaq. Ancaq hazırda hədiyyəmiz də kifayət qədər gözəl, ciddi bir hədiyyədir. Hətta gənc bir dostumuz qazanmış olsa bu onun üçün lap sevindirici olacaq deyə bilərəm. Çünki elə ehtimal da edirəm, çünki gənclər də kifayət qədər eti məhsullarını sevərək istifadə edirlər. Hazırsınızmı? Artıq seçmişsiniz. Bəli. Bəli, şanslı bilet, 4-cü bilet. Sultan bəy, çox təşəkkür edirik. Buyurub əyləşə bilərsiniz. 4-cü şanslı bilet, ilk 4 rəqəmini səsləndirirəm. 20-15 və son 4 rəqəmi 18-19. Bir daha Arazın sosial şəbəkə hesablarına təkrardan göstərirəm biletimizi. Bəli, hörmətli müsiflər, sizə təqdim edirəm və qeyd etməliyəm ki, bu biletimizin də cəmi bir şansı var idi və o 7 AZN-lik eti məhsulu almaqla bugün Xiaomi'nin bizdən, yəni etidən daha doğrusu elektrik skuterini qazandı. Təbrik edirik hörmətli müştərimizi. Do up a do up shoo be do be do up a do up a do up shoo be do be do up a do up a do up shoo be do be do up a do up a do up shoo be do be do. She give me cotton all night long. She give me cotton all night long. Well, it's been such a long day. I'm kinda tired, bring 'em soothing arms my way. My back is aching and my body's sore. Don't stop, honey, you know that I want more. She give me cotton all night long. She give me cotton. Hörmətli dostlar, lotereyamızın artıq son dəqiqələrinə yaxınlaşırıq və sonuncu hədiyyə oyunu olacaq və bu son hədiyyəmiz də Çangan 05 avtomobilidir. Odur ki, bir qədər intizarda saxlamağa dəyər bu dəyərli hədiyyə üçün, amma və elə son məqamda istərdim bir daha xatırlatma edim lotereyamız haqqında. 10 sentyabr tarixində başladı. Eti ilə 7 AZN
avtomobil qazanma şansı lotereyası və 10 oktyabrda lotereyamıza yekun vuruldu. Və ümumilikdə 5 hədiyyə var idi. Biz artıq onların 4-ünün qalibini müəyyənləşdirdik və qeyd etməliyəm ki, bugün qaliblərə hədiyyələr təqdim olunmayacaq. Bundan sonra yalnız 90 iş günü ərzində qaliblər Veysəloğlu MMC tərəfindən əlaqə saxlanıldıqdan sonra hədiyyələrini almaq üçün Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Veysəloğlu ofisinə yaxınlaşacaqlar və orada bu möhtəşəm hədiyyələr öz qaliblərini gözləyəcək, onlara təqdim olunacaq. Təkrardan qeyd etmək istəyirəm ki, bugün bu lotereyamızda 10.000-dən çox bilet, yəni daha dəqiq desəm 10.486 bilet oynanıldı və sonuncu hədiyyənin artıq vaxtıdır. İstərdim bizim xanım münsifimizi dəvət edək. Və sizdən daha öncə, seçmədən öncə bir qədər izləyicilərimizi intizarda saxlayaq gəlin. Yaxınlaşın zəhmət olmasa. Sizdən də soruşum, ən çox sevdiyiniz eti məhsulu hansıdır? Eti adikto, deyərdim hər kəsin ağız dadına uyğundur. Eti adikto bizim də sevdiyimiz məhsul idi. Ta tələbəlik illərindən hər birimizin mütləq şəkildə çantasında, Asif xatırlayarsan o günləri, eti adikto olurdu və istifadə edildik. Çox dəyərli bir hədiyyə üçün seçəcəksiniz. Mən istəyərdim ki, bu dəyərli hədiyyə elə ən çox istəyənin, ən çox arzulayanın və etini ən çox sevən müştərisinə nəsib olsun və bugün bu hədiyyəni siz seçəcəksiniz. Olur ki, barabanı öncə bir yaxşıca qarışdıraq, sonda içərisindən seçərik. Gəlin bu biletlər, hansı ki bu səbirsiz biletlərdir, ancaq onları bir latodromun kənarlarından alaq, geri qaytaraq. Sonuncu dəfə siz yaxşıca əlinizlə qarışdırın və o qalibi seçək. Çox təşəkkür edirik xanım münsifimizə və sonuncu olaraq, sonuncu avtomobili Çanqan 205-i qalibi müştəri kart nömrəsini səsləndirirəm. İlk 4 rəqəmi 20 00 və son 4 rəqəmi isə 15 14. Bir daha Arazın. Bəli, qeyd etməliyəm ki, bu müştərimizin ümumilikdə 24 şansı olub. Yəni, bu o deməkdir ki, kim nə qədər çox sevirsə, demişdik biz, ən çox sevənlərdən birinə nəsib olsun və kifayət qədər etini sevən, onun məhsullarını sevən və ondan çox istifadə edən bir müştərimizdir ki, düz 7 dəfə, 7 azenlik şansı 24 dəfə təkrarlayıb və bugün bu sayədə Çanqan 205 avtomobili qazandı. Təqdim edirəm hörmətli münsiflərimiz. Yoxlayın siz də, kontrol edin təkrardan. Doğrudur mu? Bəli, münsiflərimiz də təsdiq edir ki, doğrudur, hər şey qaydasındadır. Hörmətli dostlar, əziz Araz Market izləyiciləri, alış-veriş edənlər, müştəriləri, hər birinizə təkrardan təşəkkür edirik. Çox sağ ol deyirik. Həm bizi burada, mağazada izləyən müştərilərə, həm bizi ekran qarşısında izləyən Arazın hörmətli müştərilərinə və etinin hörmətli müştərilərinə çox uğurlu bir gün idi. Hədiyyələrlə dolu, bol hədiyyəli bir gün oldu. Bir daha bütün qalibləri ürəkdən təbrik edirik.